müstəqillik əldə olunandan sonraki 12-ci hafizlik mərasimindəyik Şəkidə. Belə izah eləyəm, bu Quran kitabıdır. Dünyadakı bütün Quran kitablarını məhv eləsələr, yenə də Quran yoxa çıxmır. Milyonlarla insanın yaddaşındadır, əzbərləyirlər, bu cür ötürülür. Hafizlər də odur. Hafiz demək, mühafizə eləmək, yəni yaddaşında qorumaq sözü ilə eyni kökdəndir. İl yarım ya da 2 il müddətinə burada Şəki İslam kollecində, mədrəsədə insanlar, gənclər əzbərləyirlər. Əzbərləyəndən sonra da onların bu Quranı, bu kitabı əvvəldən axıra tamamilə əzbər bildikləri imtahanlarla yoxlanır, sonra təsdiq üçün sənəd verilir. Bugün Türkiyədən gələn qonaqlar var idi, dövlət rəsmilərimiz var idi, fərqli qurumlardan, aidiyyatı qurumlar üzrə. Gözəl bir mərasim keçirildi. Başqa bir məsələ də kitabla bağlı demək istəyirəm ki, vərəqin üstünə mürəkkəblə yazılanda olur bu kitab. Bir insan əzbərdən yadında saxlayanda onun ağlında olur hafiz. Ya da telefonda oxuya bilirsiniz. Məsələ bu vərəqlər və mürəkkəb deyil, onu izah eləmək istəyirəm. İçindəki informasiyanı qəbul eləməkdir. Məsələn, burada məscidin içərisində biz təəccübləndik, kitabxana düzəldiblər, səfillər var idi. Səfilləri oxuyanda içərisində xoşuma gələn bir fikri ya da anlamadığın hissəni necə altından xətt çəkib vərəqin kənarında qeyd eləyirsinizsə ki, daha sonra buna baxaram, bu kitabı da o cür oxumaq lazımdır. Bunu adətən rəfə qoyurlar, tozunu təmizləyirlər, qalır, elə bir şey deyil. Necə ki, dərs kitablarını rəfə qoysaz, universitetə girə bilmirsiniz ya da qanunvericiliyi rəfə qoyub yanından keçəndə belə ehtiram eləməklə dövlət qulluğuna girə bilmirsinizsə, açıb oxuyub informasiyanı mənimsəmək lazımdır. Bütün kitablara aiddir və bundan da qorxmamaq lazımdır. Bir kitab götürüb, indi bu ərəbcədə deyək, tərcüməsindən ya da hansısa formada götürüb, bir hissə tam anlaşılmadı ya da çox maraqlı gəldi, altından xətt çəkin. Kənarında bir qeyd götürün özünüzə. Öyrənmək necə daha rahat olursa onu eləmək lazımdır.